9-cu fəsil. Sərvət. Mən indi hər şeyin ən yaxşısına layiqəm və ən yaxşıları qəbul edirəm. Əgər yuxarıda qeyd olunan təsdiqlənmiş fikrin sizin üçün həqiqət olmasını istəyirsinizsə, deməli aşağıdakı fikirlərə inanmamalısınız. Pul ağacda yetişmir. Pul əl çirkidir. Pul xeyir gətirmir. Mən kasıb olsam da təmizəm, yaxşı insanam. Varlılar fırıldaqçıdır. Mən pulumun olmasını və ya mənə dəstək verilməsini istəmirəm. Mənim heç vaxt yaxşı işim olmayacaq. Mən heç vaxt pul qazanmayacağam. Qazandığından daha çox xərcləyirsən. Mənim həmişə borcum var. Kasıb kasıblığında qalır. Valideynlərim kasıb olub, mən də kasıb olacağam. Sənətkar həmişə mübarizə aparmalıdır. Yalnız dələduzların pulu olur. Hər kəs məndən qabaqdadır. Mən bu qədər işi görə bilməzdim. Mən buna layiq deyiləm. Mən pul qazanacaq qədər bacarıqlı deyiləm. Mənim bankdakı pulum haqda heç vaxt heç kimə nəsə demə. Heç vaxt borc pul vermə. Qənaət etdiyiniz hər qəpik qazanc deməkdir. Dar gününüzə pul saxlayın. Hər an depressiyaya düşə bilərsiniz. Başqalarının pulu məni qıcıqlandırır. Pulu yalnız zəhmətlə əldə etmək olar. Bu fikirlərdən neçəsi sizə aiddir? Sizcə bu fikirlərə inan, sizə sərvət gətirəcəkmi? Bunlar köhnə və dar düşüncə məhsullarıdır. Bütün bunlar ailənizin pul haqdakı düşüncələri ola bilər. Çünki ailəmizin təlqin etdiyi fikirlər onlardan şüurlu şəkildə azad olmayana qədər bizimlə yaşayır. Əgər həyatda uğur qazanmaq istəyirsinizsə, hardan gəlməsindən asılı olmayaraq bu fikirlər sizin şüurunuzu tərk etməlidir. Fikrimcə əsl uğur bizim özümüz haqqında yaxşı düşünməyimizdən başlayır. Sevdiyiniz işi istədiyiniz vaxta görə bilməyiniz də azadlıqdır. Burada maddiyyat yox, insanın düşüncə tərzi rol oynayır. Tərəqqi və ya onun olmaması şüurunuzun məhsuludur. Sərvətə layiq olmaq. Əgər sərvət qazanmağa layiqəm fikrini qəbul etmiriksə, var dövlət başımızdan aşsa da, biz hər vəclə bununla imtina edəcəyik. Bu nümunəyə bir nəzər salın. Dərslərimin birində iştirak edən bir tələbə vəziyyətini yaxşılaşdırmaq üçün çalışırdı. Bir axşam o həyəcanlı halda dərsə gəldi və $500 utduğunu bildirdi. Tələbə dayanmadan təkrarlayırdı. Bu inanılmazdır. Mən heç vaxt heç nə udmurdum. Biz bilirdik ki, bu onun dəyişən şüurunun göstərdiyi reaksiya idi. O hələ də buna layiq olmadığını düşünürdü. Onun ayağı sındığı üçün növbəti həftə dərsə gələ bilmədi. Müalicə ona $500 başa gəldi. O sərvət qazanmaq istiqamətində irəliləməkdən qorxmuşdu və özünü buna layiq hesab etmirdi. Bu fikirlə də özünü cəzalandırdı. Fikrimizi yönəltdiyimiz məsələlər getdikcə daha da böyüyür. Ona görə də ödəniş qəbzləri barədə çox düşünməyin. Borclarınız və ehtiyaclarınız haqqında düşünməklə onları biraz da artırmış olacaqsınız. Kainatın tükənməz nemətləri var. Bunu dərk etməyə başlayın. Gecələr aydın səma altında ulduzları, bir ovuc qumun dənələrini, ağacın bir budağındakı yarpaqları, pəncərənin şüşəsindəki yağış damcılarını, pomidorun toxumlarını saymağa vaxt ayırın. Bir toxum üstündə saysız hesabsız pomidorlar yetişən kol olmağa qadirdir. Sahib olduqlarınıza şükr edin. Bu zaman onların artdığını görəcəksiniz. Mən həyatımda sahib olduğum hər şeyə, evimə, istiliyə, suya, işığa, telefona, mebelə, avadanlıqlara, geyimə, maşınıma, işimə, qazandığım pula, dostlarıma, həmçinin görmə, duyma, hiss etmə, toxunma, gəzmə, bu dünyanın heyrətamiz nemətlərindən həzz alma bacarığıma görə şükr edirəm və yaşadığım kainatdan həzz alıram. Bizim çatışmazlıq və məhdudiyyətlərlə bağlı inamımızın özü bizi məhdudlaşdırır. Bəs sizi məhdudlaşdıran inamınız hansıdır? Siz yalnız başqalarına kömək etmək üçünmü pul qazanmaq istəyirsiniz? Sonra da heç bir işə yaramadığını deyirsiniz. Hazırda sizə verilən imkanlardan imtina etmədiyinizə əmin olun. Əgər dostunuz sizi nahara dəvət edirsə, məmnuniyyətlə qəbul edin.
İnsanlarla sadəcə alış-veriş etdiyinizi düşünməyin. Əgər sizə hədiyyə verirlərsə, onu minnətdarlıqla qəbul edin. Əgər bu hədiyyədən istifadə edə bilməyəcəksinizsə, onu ehtiyacı olana verin. Bütün yaxşılıqların sizə doğru gəlməsinə şərait yaradın. Sadəcə gülümsəyin və təşəkkür edin. Bu yolla yaxşı olan hər şeyi qəbul etməyə hazır olacaqsınız. Yeniliyə yer hazırlayın. Yenilik üçün yer ayırın. Soyuducunu təmizləyin. Falqaya bükülmüş köhnə ərzaqları atın. Qardirobunuzu səliqəyə salın. Son 6 ayda və ya daha uzun müddət istifadə etmədiyiniz əşyalarınızı çıxarın. Əgər il ərzində bunlardan istifadə etməmisinizsə, onları evdə saxlamayın. Onları satın, kiməsə verin, atın və ya yandırın. Qarmaqarışıq qardirob dağınıq düşüncələrimizi ifadə edir. Qardirobunuzu səliqəyə salarkən özünüzə "Mən düşüncələrimin qardirobunu qaydaya sayıram" deyin. Kainat simvolik hərəkətləri sevir. Dünyanın nemətləri hər kəs üçün əlçatandır. Bu fikir mənə daha çox gülünc gəlmişdi. Kasıb insanlara bax. Mən öz-özümə deyirdim. Mənim ehtiyac dolu ümidsiz vəziyyətimə bax. Sənin kasıblığın inamının nəticəsidir. İfadələrini eşitmək məni yalnız hirsləndirirdi. Sərvətimin olmamasına özümün cavabdeh olduğumu qəbul etmək və anlamaq uzun illər çəkdi. Dəyərsizəm, layiq deyiləm, pul qazanmaq çətindir kimi fikirlərin hamısı mənim şəxsi inamlarım idi. Mənim bacarığım və istedadım yoxdur düşüncəsi isə şuurumda sahib ola bilmərəm kimi yer tutmuşdu. Pul nümayiş etdirilə biləcək ən asan şeydir. Sizin bu fikrə münasibətiniz necədir? Siz buna inanırsınızmı? Siz hirslənirsinizmi? Siz laqeydsinizmi? Bu kitabı götürüb otağın o başına atmaq istəyirsinizmi? Əgər bu reaksiyalardan hər hansı biri sizdə varsa, yaxşıdır. Deməli, mən sizin daxilinizə, sizin həqiqətə qarşı olan müqavimət nöqtənizə təsir edə bilmişəm. Biz bu sahə üzərində işləməliyik. Pulun və bütün yaxşı şeylərin bizə doğru axını üçün hazır olmağının vaxtı çatıb. Ödəniş qəbzlərini sevin. Pul barədə narahat olmağınız və ödəniş qəbzlərinə görə hirslənməyə son qoymağımız çox vacibdir. Bir çox insanlar ödəniş qəbzlərini cəza kimi görür və bundan mümkün qədər qaçmağa çalışırlar. Ödəniş qəbzi bizim ödəyə bilmək bacarığımızın təsdiqidir. Kreditorlar sizin kifayət qədər imkanlı olduğunuzu zənn edərək xidməti və ya məhsulu sizə əvvəlcədən verirlər. Mən evə gələn hər bir ödəniş qəbzinə təşəkkür edirəm. Ödədiyim hər bir qəbzə məhəbbətlə yanaşır, onları hətta öpürəm də. Əgər siz pulu acıqla ödəyirsinizsə, pul da sizə çətinliklə geri qayıdacaq. Əgər siz pulu məhəbbət və sevinclə ödəyirsinizsə, o zaman bərəkətin qapısını üzünüzə açmış olursunuz. Pulunuzu əzib cibinizə basmayın. Onunla dostunuz kimi davranın. İşiniz, bank hesabınız, sərmayəniz, həyat yoldaşınız və ya valideynləriniz sizin zəmanətiniz ola bilməz. Zəmanətiniz hər şeyin yaradıcısı olan gözə görünməz qüvvə ilə birləşə bilmək bacarığınızdır. Daxilimdəki qüvvə ilə mənə ehtiyacım olan hər şeylə təmin edən qüvvənin eyni olması haqda fikirləşməyi sevirəm. Kainat səxavətli və zəngindir. Bunun əksinə olaraq inanmağı seçməyəcəyimiz təqdirdə ehtiyac duyduğumuz hər şeyə sahib olmaq yaradılarkən bizə verilən haqqımızdır. Mən telefonumdan hər dəfə istifadə edəndə ona məhəbbətlə yanaşır, özümü onun mənə uğur və sevgi ifadələri gətirdiyinə inanıram. Elektron poçt ünvanımda da eyni münasibəti bəsləyirəm. Hər gün elektron poçt ünvanım dostlarımdan, pasiyentlərimdən, uzaqdakı oxucularımdan gələn sevgi məktubları və pul köçürmələri haqqında bildirişlərlə dolu olur. Gələn fakturalara görə sevinirəm və şirkətlərə mənim ödəyə biləcəyimə inandıqları üçün təşəkkür edirəm. Mən qapı zəngimə, evimin giriş qapısına sevgi ilə yanaşır və bilirəm ki, bütün yaxşı şeylər mənim evimə oradan daxil olur.
Həyatımın yaxşı və şən olacağına inanıram və bu həqiqətən də belədir. Bu fikirlər hər kəs üçündür. Şərabçılıqla məşğul olan bir kişi biznesini genişləndirmək istəyir və bu məqsədlə də təşkil etdiyim Necə uğur qazanmaq olar kurslarına gəlirdi. O hiss edirdi ki, peşəsini çox yaxşı bilir və ildə 10.000 dollar qazanmaq istəyir. Sizə verdiyim məsləhətləri ona da söylədim və tezliklə onun Çin farforuna sərmayə qoymağa çatacaq qədər pulu oldu. O vaxtının çoxunu evdə keçirərək artan sərmayəsindən həzz almaq istəyirdi. Başqalarının uğurlarına sevinin. Başqalarının daha çox imkana malik olmasına paxıllıq etməklə öz inkişafınızı gecikdirməyin. Başqalarının pullarını necə xərclədiyini tənqid etməyin. Bunun sizə heç bir aidiyyatı yoxdur. Hər kəs öz şüuru ilə hərəkət edir. Öz düşüncələrinizin qeydinə qalın. Başqalarının uğurlarına sevinin və bilin ki, hər kəs uğur qazana bilər. Sizin bəxşiş verməyə əliniz gəlmir. Siz tualet xidmətçiləri ilə özündən razı şəkildə sərt danışırsınız. Siz Milad bayramında ofisinizdə və ya yaşayış binanızda olan qapıçılara etinasız yanaşırsınız. Qəpiyinizə qənaət edərək köhnə tərəvəz, boyat çörək alırsınız. Siz həmişə ikinci əl əşyalar satılan mağazadan alış-veriş edirsiniz. Menyudakı ən ucuz yeməyi sifariş edirsiniz. Tələb və təklif adlı bir qayda var. Tələb həmişə öndə gəlir. Pul həmişə lazım olan yerdə olur. Ən kasıb ailə də dəfn üçün demək olar ki, həmişə pul yığa bilir. Təsviri canlandırma. Bolluk okeanı. Sizin sərvətlə bağlı fikirləriniz puldan asılı deyil. Amma pulu qazanmaq bu fikirdən asılıdır. Siz çox şeyi düşündükcə həyatınıza daha çox şey daxil olacaq. Mən nəhəng bir okeanın sahilində dayanıb ona baxmağı və bu okeanda olan imkanların mənim üçün əlçatan olmasını təsəvvürümdə canlandırmağı sevirəm. Əlinizdən necə qab tutduğunuza nəzər salın. Bu, çay qaşığı, üskük, plastik stəkan, şüşə stəkan, piyalə, dolça, ləyən və ya bolluk okeanına birləşmiş bir borudurmu? Ətrafınızdakı insanların və ya onların hansı qabı tutmasından asılı olmayaraq, bu okean hər kəsə kifayət edəcək qədər zəngin və tükənməzdir. Nə siz onlardan, nə də onlar sizdən oğurlaya bilməz. Bu okeanı heç bir yolla quruda bilməzsiniz. Götürdüyünüz qab sizin şüurunuzdur və istənilən vaxt daha böyük biri ilə əvəz oluna bilər. Bu tapşırığı tez-tez təkrarlayın ki, geniş və hüdudsuz təminatı hiss edəsiniz. Qollarınızı açın. Mən gündə heç olmasa bir dəfə qollarımı yana açaraq deyirəm. Mən kainatdakı bütün yaxşılıqlara və zənginliklərə açığam. Onları qəbul edirəm və sevinirəm. Bu məndə inkişaf etmə hissi yaradır. Kainat mənə şuurumda olanları verə bilər və mən şuurumda həmişə daha çox şey yarada bilərəm. Bu kosmik bankaya bənzəyir. Yaradıcılıq bacarıqlarımdan xəbərdar olmaq, inamımı artırmaqla zehni depozitlər yaradıram. Meditasiya, müalicə və təlqinlər hamısı zehni depozitlərdir. Gəlin özümüzdə gündəlik depozitlər qoymaq vərdişi yaradaq. Sadəcə daha çox pula malik olmaq kifayət deyil. Biz puldan həzz almaq istəyirik. Siz özünüzə pulunuzdan həzz almağa imkan yaradırsınız. Yox, bəs nə üçün? Hər şeydən qəbul etdiyiniz cüzi bir hissədən həzz ala bilərsiniz. Ötən həftə pulunuzdan istifadə edərək nədənsə həzz almısınızmı? Nə üçün yox? Hansı köhnə fikirlər qarşınızı kəsir? Onları özünüzdən uzaqlaşdırın. Pul həyatınızda ciddi bir mövzu olmalı deyil. Pulu öz inkişafınız üçün xərcləyin. Pul mübadilə vasitəsidir. Onun dəyəri yalnız bundan ibarətdir. Sizin pula ehtiyacınız olmasa, nə edəcək və ya nəyə malik olacaqsınız? Biz gərək pulla bağlı düşüncələrimizi dəyişək. Mən seks mövzusunda mühazirə oxumağın pul barədə mühazirə oxumaqdan daha asan olduğunu aşkar etmişəm. İnsanların pul haqda düşüncələrinə etiraz edəndə onlar çox hirslənir.
Hətta seminarda var gücü ilə daha çox pul qazanmaq istəyən insanların məhdud düşüncələrini dəyişmək istədikdə onlar əsəbdən dəliyə dönürlər. Mən dəyişməyə hazıram. Mən köhnə mənfi düşüncələrimdən azad olmağa hazıram. Biz tərəqqi naminə imkanlar yaratmaq üçün bu iki fikir üzərində çox işləməliyik. Biz sabit gəlir düşüncəsindən azad olmaq istəyirik. Yalnız müəyyən miqdarda əmək haqqı və ya gəlirinizin olduğunda təkid etməklə kainatı özünüz üçün məhdudlaşdırmayın. Əmək haqqı və ya gəlir bir yol, bir vasitədir. Bu sizin gəlir mənbəyiniz deyil. Sizin ehtiyaclarınızı yalnız bir mənbə, kainat təchiz edir. Dünyada sonsuz sayda vasitə və yollar var. Biz onların hər birinə açıq olmalı və özümüzü onlar üçün açmalıyıq. Şuurumuzda qəbul etməliyik ki, təchizat hər yerdən gələ bilər. Küçədə gedərkən yerdən bir qəpik tapırıqsa, buna şükr edirik. Bu kiçik ola bilər, lakin artıq yeni yollar açılmağa başlayır. Mən yeni gəlir vasitələrinə açığam. Mən artıq bütün xeyirlərimi gözlənilən və gözlənilməyən mənbələrdən qəbul edirəm. Mən tükənməz mənbədən tam maneəsiz faydalanan, məhdudiyyətləri olmayan bir varlığam. Kiçik yeni başlanğıclara sevinin. Biz imkanlarımızı artırmaq üçün çalışanda özümüzü nəyə layiq biliriksə, o qədər də inkişaf edirik. Bir yazıcı gəlirini artırmaq üçün işləyirdi. Onun təsdiqlədiyi fikirlərdən biri belə idi. Mən yazıcı kimi yaxşı pul qazanıram. 3 gündən sonra yazıcı tez-tez səhər yeməyi yediyi bir kafeyə getdi. O, kabinələrin birində oturdu və yazı yazdığı kağızları stolun üstünə qoydu. Menecer ona yaxınlaşıb soruşdu. Siz yazıcısınız, elə deyilmi? Mənim üçün bəzi yazıları yaza bilərsinizmi? Daha sonra menecer firma blankını gətirdi və xahiş etdi ki, hər birində Hind toyuğu ətindən xüsusi qəlyanaltısı cəmi $3.95 yazısını yazsın. Bu işin əvəzində yazıcıya pulsuz səhər yeməyi təklif edildi. Bu kiçik hadisə onun şuurunda dəyişikliklərin başladığını göstərdi və o daha sonralar öz yazılarını satmağa davam etdi. Sərvətinizi dərk edin. Hər yerdə sərvətinizi görməyə başlayın və ona sevinin. Tanınmış Vangelis Reverend Ike, kasıb xətib olduğu vaxtlarda yaxşı restoran və evlərin, avtomobillərin, ateliyələrin yanından keçərkən hündürdən "Bunlar mənim üçündür" dediyini xatırlayırdı. Çalışın gözəl evlər, banklar, mağazalar, hər növ sərgi salonları və yaxtalardan həzz alın. Bütün bunlar sizin zənginliyinizin bir hissəsidir və bu yolla arzuladıqlarınıza sahib ola biləcəyinizə inamınızı artırırsınız. Yaxşı geyinmiş insanlar görəndə düşünün. Onların bu qədər zəngin olması gözəl deyilmi? Dünyada hələ bizim üçün də çoxlu belə imkanlar var. Biz digərlərinin yaxşılığını istəmirik. Hər kəs yalnız öz yaxşılığı barədə düşünür. Bununla belə biz heç nə əldə etmirik. Mal mülkümüzdən onlar yalnız başqasının əlinə keçənədək istifadə edirik. Bəzən mal, mülk bir ailədə bir neçə nəslə ötürülsə də sonda başqa birinə keçir. Həyatın özünə məxsus ritmi və axarı var. Əşyalar gəlirlər və gedirlər. Buna inanıram. Nəsə ona görə gedir ki, yerini yeni və daha yaxşı olana versin. Komplimentləri qəbul edin. Bir çox insanlar varlı olmaq istəsələr də kompliment qəbul etməyi sevmirlər. Sənətə yeni başlayan bir çox aktyor və aktrisalar tanıyıram ki, ulduz olmaq istəyirlər, lakin onlara xoş söz dedikdə buna laqeydlik göstərirlər. Xoş sözlər uğurun bəhrəsidir. Onları xoş niyyətlə qəbul etməyi öyrənin. Anam mənə xoş söz və ya hədiyyə alarkən gülümsəyib təşəkkür edirəm deməyi öyrətmişdi. Bu, mənim ömür boyu əməl etdiyim dəyərli bir məsləhət oldu. Kompliment aldığınız insana bunun qarşılığında sizin də xoş sözlər deməyiniz yaxşı olar. Bu zaman həmin insan da özünü hədiyyə alırmış kimi hiss edəcək. Bu yolla yaxşı əməlləri daim təkrarlayırsınız.
Hər səhər yuxudan durmaq və yeni bir gün yaşamaq şansınızın olmasına sevinin. Yaşadığınız sağlamlığınız, dostlarınız, yaradıcılığınız üçün, canlı olduğunuz üçün sevinin. Həyatınızı şuurunuzun təsəvvür edə biləcəyi ən yüksək zirvəyədək yaşayın. Həyatınızda baş verən dəyişmə prosesindən həzz alın. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Məni yaradan qüvvə ilə həmrəyəm. Kainatın mənə təklif etdiyi sonsuz nailiyyət imkanlarına açığam və onları qəbul etməyə hazıram. Bütün ehtiyac və arzularım mən istəməmişdən əvvəl yerinə yetir. Mən Allah tərəfindən hifz olunub qorunur, mənə olan xeyirli seçimlər edirəm. Mən başqalarının uğurlarına sevinir və bu uğurlardan hər birimiz üçün kifayət qədər olduğunu bilirəm. Mən mütəmadi olaraq zənginliklərlə bağlı düşüncələrimi dərk edərək onları artırıram və bu mənim daimi gəlirlərimə təsir göstərir. Mən hər yerdən və hər kəsdən xeyir görürəm. Mənə hər yerdən və hər kəsdən xeyir gəlir. Mənim dünyamda hər şey gözəldir.